Yanımda gördüyünüz bax bu qaqam özü Bakıda Əhmədlərə yaşayır. Əsli kökü Gəncəlidir. Ta gəlib hara? Mənim yanıma Serbiyaya. Özü də mənim izləyicimdir. Dedi, Dayanat abi, mən kuryerlikdə işləmək istəyirəm. Mənə kömək elə, mən də kömək elədim, gəldi. Bütün işlərini həll eləmişəm. Nömrə, nə bilim, qalmağa yer. Üstündən pizzasına kimi. Bəli. Bu da bizim pizzamızı, qonaqlıq verirəm ona. Altun, nə demək istəyirsən? Çalışın etibarlı mənbələrindən gəlin. Çox fırıldaq var həqiqətən. Mən girdim, araşdırdım. Baxmayın da, xarici ölkəyə gedirsiniz, hər cür sizə aldada bilərlər falan. Mən tez dayanaq gəldim. Sağ olsun, hər şey qaydasındadır. Yəni pulunu etibar edə bilərsiniz, favor edə. Özün də hava limanından bir şeyə şahid olmuşdun. Onu da qeyd Mən edirəm. hava limanında Belqradda samolyotdan düşdüm. Pasport kontrola yaxınlaşanda mən o cətdə ən öndə idim. Məndən qabaq gedənlər 6-7 nəfər Azərbaycanlı var idi. Nəsə bir problemə görə hamısını birdən polis gəldi, apardı. Onda qorxdum biraz ki, görəsən məndə elə bir şey olacaq ya yox. Amma mən göndərilən iş icazəsini göstərdim. Promoy peçatı vurdular, dedilər ki, get. Yəni məndə hər şey qaydasında oldu. Nəysə, gəl sən elə bir də pizzanın dadına baxaq. Videonu çox uzarıb cəmaatı yormayaq. Elə. Normal. Özüm üçün o dolmanı gətirən mən idim. Bu arada mənə sağ olsun dolma gətiribdi. Ananın da canı sağ eləsin ki, mənə əziyyət çəkib onu göndərib. Turşu xiyar da göndərmişdi, amma prosto hava limanından suyu... Heydər Əliyev hava limanı turşuları buraxın.